можно научиться rисовать. Rəsm çəkməyi nə qədər müddətə öyrənmək olar? Bir çox yeni başlayan rəssamlar doğru tədris proqramını seçmədiklərinə görə həmişə geriləyirlər. Yaxşısı bu da heç başlamayırlar. Многие начинающие художники теряют до несколько лет выбрать неправильную программу обучения. Лучше бы вообще не начинали. 6 месяцев – это минимальная база, а 2 года – это освоение основной части материала. 6 ay fundamental biliklər, 2 il isə materialın əsas hissəsini öyrənməyə yetərlidir. Это академический рисунок и живопись. Они дают вам базовое понимание, чтобы потом смогли выбрать свое творческое направление. Akademik durma və rəngkarlıq. Bunlar sizin yaradıcılıq bünövrənizi qurmaq üçün çox əhəmiyyətlidir. Hansı sahəni seçəcəyiniz isə artıq sonraki prosesdir. Dizayn fakültəsini seçirsinizsə, gips baş çəkəcəksiniz. Təsvir incəsənət müəllimliyi fakültəsində isə həndəsi dişimdir. Если вы хотите стать дизайнером, вам нужно рисовать гипсовую голову. Но если хотите поступить в педагогический факультет, конечно же, гипсовый шар. Перейдем к цифрам. Все, конечно же, зависит от вашего уровня, старания и затрачиваемого времени. Yani hər şey sizin səyinizdən, rəsmdəki səviyyənizdən və vaxtınızdan çox asılıdır. Doğru seçimi isə siz Sirart kurslarına gələrək əldə edə bilərsiniz. Tələbələrimizin bir çoxu ali məktəblərdə təhsil alır. Sınaq dərslərində sizi gözləyirik.